seksi, erotikanı, pornografiyanı təbliğ edən kitablar bugün Azərbaycan məktəblərində artıq unsuz paylanılır. Və kitabxanalara aparıb qoyulur. Mehriban xanım, salam. Hər vaxtınız xeyir olsun. Bugün görün vəziyyət nə yerə gəlib çıxdı. Gəncə Daşkəsən Regional Təhsil İdarəsinə yeni rəis təyin olundu, Elçin Kərimov. Sırf deməli öz sahəsinin əməkdaşıdır. Niyə? Çünki müəllimdir. Fikirləşdi ki, Allah sağ çox şükürlər olsun. Yəqin heç olmasa Gəncə Daşkəsən Regional Təhsil İdarəsində hansısa bir yenilik, hansısa bir yenilik bir yana qalsın da təhsildə böyük bir reformalar aparılar. Kitabları diqqətlə nəzər yetirir. Bu iki kitabın, yəni ikisinin də müəllifi Firudin Dugidir. Firudin Dugi Almaniyada mühacirdir. Kitabları Azərbaycanda dərc olunub. Kitabın dərc olunma tipoqrafiyası göstərilmir. Sadəcə o qiyməti göstərilir 8 manatdır bu kitabların qiyməti. Çoxlu sizdən üzr istəyirəm. Mən o kitabın səhifələrindən nədən bəhs edildiyini sizə heç cürə oxuya bilmərəm. Əxlaqım buna yol verməz. Amma çox üzr istəyirəm Vüqar müəllim də sizdən. Yəqin ki, mən sizə onu yollayanda da dönə-dönə üzr istədim. Bir səhifəni, adi bir səhifəni çəkib size yollamışdım. Gördünüz orada söhbət nədən gedir. Bu kitab pornografik kitablardır. Bunlar erotikadan bəhs edən kitablardır. Bunlar bildiğiniz hansı məktəb, orta ümumi təhsil məktəblərində bunlar xüsus paylanılır. Biri var ki, maarifləndirici kitab ola, hansısa bir mövzu maarifləndirici oldu. Tam ki, bu sahədə. Bir də var ki, əxlaqsızlığı təbliğ edən, çox biabırçı şəkildə belə murdar şəklində o kitablarda yazılanlar var. Murdar şəklində ha. Yəni söhbət də maarifləndirmədən gelmir. Tam tərsinə. Əxlaqsızlaşdırmadan gedir. Yəni bizim şu övladlarımızı bugün həmin kitabları məktəbə paylaşmaqla nəşriyyatın adı varmı? Nəşriyyat yoxdur. Yoxdur nəşriyyat. Sami bəy, nəşriyyat yoxdur. Harada çap alınmağı yoxdur. Dövlətə, Xabat Dədə Qorqud kitabını təkrar nəşr eləyin. Yaxınlaşdırıb Gəncə Daşkəsən Regional Təhsil İdarəsinə deyəcəklər ki, üzrü sayın biz bu kitabı qəbul edə bilmərik, sata da bilmərik, elə belə verirsinizdə kitabxanaya məsəl üçün. O da qoyun region rəisinə icazə alaq. İcazəsi jurnalist təsəvvürünüz, mətbuat nümayəndəsi məktəbin həmdələrinə qapıdan içəri girə bilmir. Elə girişdə də qalırsan. Bu kitablar indi faktiki olaraq harada paylanılıbdır? Hansı məktəblərdə? Bir adları, ünvanları. Göygöldə paylanıb, Göygöl rayonunda da, keçmiş Xanlar rayonu deyək də, indi Göygöl rayonu. Bir məktəbdə yoxsa bir neçə məktəbdə? Hayır. Göygöldə Çaykənd, Yenizot, Dozulaq, Şəhriyal kəndlərinin kitabxanalarına bağışlanılıb. Gəncə şəhərində 1 nömrəli, 10 nömrəli, 14 nömrəli, 24, 24 ilə 43, 24-də təmir getdiyinə görə 43 nömrə məktəbindən bir yerdə yerləşirlər. Çox güman ki 24-43 bir binadadır. 29 nömrəli məktəbdə, 44 nömrəli məktəbdə, bu məktəblərdə bu kitabların paylanılması haqqında mənim məlumatım var. Bəlkə də bütün məktəblərə paylanılır. Artıq bu kitablardan məlumatı olan deməli kəslər bunları örtbasdır eləyib, aradan yığışdırıb qaldırmaq istəyirlər. İndi mənim sualım bu, həm tamaşaçılarıdır, dinləyiciləridir, həm sizə, həm də ki bu təhsil ekspertlərinədir. Biz nə bilək ki, digər rayonlarda kitablar verilib və yaxud da verilməyib. Və yaxud da bu kitabların öğrenci bəxti nəyə bağlıdır, nəyə istimad edir? Əgər bu bizim milli dəyərlərimizdən xəbər verirsə, bu bizim milli tarifetimizə heç də uyğun deyil. Mən milli mentaliteti qoyulan bir qırağa burada. Mentalitetdən söhbət getmir. 18 ya o 18 plus bəlkə də oxuya bilər onu. Bəlkə də 18 plus 21 plus. Orada 18 plus var ümumiyyətlə? Xeyr, yoxdur. Yoxdur. Vüqar bəy, gəlin bir haşiyə çıxaq bu məsələnin baxı. 7-ci sinif bizdə dərslik kimi istifadə olunan bu dərsliyə daxil deyil bu kitab. Bu dərsliyə daxil deyil. Yəni kitabxanada ola bilər. Kitabxana deyil, məktəbin kitabxanasındadır. Məktəbin kitabxanasında ola bilər. Necə ola bilər məktəbin kitabxanasında? Gedək istənilən kitabxanaya siz aparın. Yox, biri var ki, yox, siz aparın istənilən kitabxanaya. Mərkəzi kitabxana. Yox, mərkəzi orada hər bir kitab alınır. Bir ümumi bir sual verəcəm. Niyə bunun qabağı alınmır? Kim alacaqdır? Paylayan zaten Təhsil Nazirliyidir. Yəni ki, göz yumurlar. Niyə bunun qabağı alınmır? Çünki bu sistem istəmir ki, Azərbaycan vətəndaşı şəxsiyyət kimi formalaşsın. Savadlı insan istəmir.